Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli müəllimlər. Mən Kuruklum üzrə təlimçi Günel Abdullayeva. Bugünkü mövzumuz 21-ci əsr bacarıqları və kompetensiyaları olacaq. Ümumiyyətlə, 21-ci əsr bizdən yeniliklər, inkişaf tələb edən bir dövrdür və bu dövrdə ayaqlaşmaq və bu dövrlə ayaqlaşmaq üçün də bizə müəyyən bacarıqların formalaşması vacibdir və 21-ci əsrdə tələb olunan bacarıqların formalaşması şagirdlər üçün də, onların gələcək həyatları üçün də, onların gələcək həyatda özləri üçün karyera qura bilmələri və özlərinə yer tapa bilmələri üçün də şərait yaradır bu bacarıqların formalaşması. Və bu bacarıqlar dünyada baş verən yeniliklərlə ayaqlaşmağa, ömür boyu öyrənmə bacarığının formalaşmasında əsas rol oynayır. 21-ci əsrdə tələb olunan 12 bacarıq və 3 kateqoriyada təsnif olunmuşdur. Bunlar hansılardır? Bunlar öyrənmə bacarıqları 4K, savadlılıq bacarıqları və həyati bacarıqlara aiddir. Öyrənmə bacarıqları dediyimiz zaman kritik düşüncə, kreativ düşüncə, kommunikasiya və kooperasiya nəzərdə tutulur. Savadlılığa informasiya, media və texnoloji savadlılıq aiddir. Həyati bacarıqlara isə civiçlik, liderlik, təşəbbüskarlıq, produktivlik və sosiallıq kimi şəxsi və sosial keyfiyyətləri əhatə edən bacarıqlar aiddir. Ümumiyyətlə, bu bacarıqlar bizim həyatımızın hansı hissəsində necə lazımdır istifadə etmək, nəyin inkişafına səbəb olacaq bu bacarıqlar, bunlar haqqında daha geniş danışaq. Ümumiyyətlə, öyrənmə bacarıqları 4K deyirik. Niyə 4K deyirik? Kritik, kreativ, kommunikasiya və kooperasiya K ilə başladığı üçün biz buna həm də 4K bacarıqları deyirik. Bu bacarıqlar, öyrənmə bacarıqları digər bacarıqlara baxdığımız zaman ən vacib bacarıqdır. Niyə? Çünki öyrənmə bacarıqlarının formalaşması digər bacarıqların formalaşmasına yol açır. İnkişafına səbəb olur digər bacarıqların da formalaşmasına. Biz həm də öyrənmə bacarıqları daha çox yumşaq bacarıqlara aiddir. İndi bu haqqda da danışacağıq sizlə. Nədir öyrənmə bacarıqları? 4K öyrənmə bacarıqlarında kritik düşüncədən bəhs edir. Kritik düşüncə tənqidi təfəkkür deməkdir. Yəni tənqidi düşüncəmizin formalaşması deməkdir. Yəni məlumatları tənqidi qiymətləndirmək, məntiqi əlaqəni müəyyənləşdirmək, əsaslandırılmış qərarlar qəbul etmək, fikirlərimizi arqumentlərlə əsaslandırmağımız, məsələlərə obyektiv və qərərsiz yanaşmağımız, problemləri səmərəli şəkildə həll edə bilməyimiz üçün bizim kritik düşüncəmizin formalaşması vacibdir. Yəni tənqidi düşüncə bacarığımızın. Kreativ düşüncə nədir? Kreativ düşüncə dediyimiz zaman yaradıcılıq nəzərdə tutulur. Yəni yeni innovativ ideyalar irəli sürmək, mövcud problemlərə qeyri-standart yanaşmalar tapmaq və fərqli həll yolları yaratmaq qabiliyyəti deməkdir. Yəni dövrümüzdə tələb olunan elə ən vacib məqamlardan, bacarıqlardan biri də kreativ düşüncənin olmasıdır. Daha çünki dövr yenilik dövrüdür. Düzdürmü? Bu yeniliklərlə ayaqlaşmaq üçün də bizim kreativ düşüncə bacarığımızın olması vacibdir. Kommunikasiya ünsiyyət deməkdir. Yəni fikirlərimizi, ideyalarımızı, əldə etdiyimiz məlumatları şifahi, yazılı şəkildə aydın, inandırıcı, effektiv çatdırmaq bacarığıdır. Yəni kommunikasiya odur ki, düzgün ünsiyyət qura bilməyimizdir. Qarşılıqlı fikir mübadiləsi apara bilməyimizdir. Bu şifahi də ola bilər, yazılı da ola bilər, qeyri-verbal da ola bilər, verbal da ola bilər. Yəni müxtəlif şəkildə fikrimizi dilə gətirməyimiz, çatdırmağımız kommunikasiya bacarığına aid olacaq. Və kooperasiya nədir? Kooperasiya isə əməkdaşlıq deməkdir. Yəni əməkdaşlıq dediyimiz zaman kollektivdə, qrup işlərində əməkdaşlıq, birgə fəaliyyət göstərə bilmək bacarığının olması deməkdir. Yəni komanda işində əməkdaşlıq etdiyimiz zaman bir-birimizi dinləmək, bir-birimizi dəstəkləmək, bir-birimizin fikrinə hörmət etmək, yəni
Bu kimi məqsədlər ön plandadır. Komanda işi nümayiş etdirmək deməkdir. Bunun üçün də nə lazımdır? Əməkdaşlıq bacarığının olması lazımdır. Bu isə kooperasiya aiddir. Bu dördü də öyrənmə bacarıqlarına, 4K bacarıqlarına aid bacarıqlardır. Növbəti savadlılıq bacarığı. Savadlılıq bacarığına aid informasiya savadlılığı, media savadlılığı və texnoloji savadlılıq. Ümumiyyətlə savadlılıq bacarıqları fərdlərə informasiya bolluğu şəraitində yaşamağa və işləmək üçün lazım olan alətləri verir. Yəni informasiya savadlılığından ilk olaraq başlayaq. İnformasiya savadlılığı odur ki, müəyyən faktları, rəqəmləri, statistik məlumatları, ümumiyyətlə əldə etdiyimiz, verilən bütün informasiyanı, məlumatları düzgün qavraya bilməyimiz və ondan səmərəli istifadə etmək bacarığımızdır. Ümumiyyətlə informasiya savadlılığı bizim həm də dünya görüşümüzün artması deməkdir. Biz hər hansı bir mövzuda gedib informasiya, məlumat araşdırırıq, əldə edirik. Məsələn, mən dünya ölkələri arasında əhalinin statistik sayını müəyyənləşdirərkən müəyyən araşdırma aparıram, müəyyən informasiyalar əldə edirəm, bunları toplayıram. Həmçinin bunları topladığım kimi əldə etdiyim bu informasiyalardan da düzgün istifadə etməyə çalışıram. Bax, bu nədir? İnformasiya savadlılığıdır. Media savadlılığı nədir? Mediadan səmərəli istifadə etmək bacarığıdır. Yəni, sosial mediada paylaşılan, yayılan xəbərlərin etibarlılığını müəyyənləşdirmək, özümüzün müəyyən bir məzmun yaradaraq onu paylaşmağımız, sosial mediada, saytlarda yayılan xəbərlər olsun, özümüzün xəbər yayması olsun. Bax, bütün bunların hər birisi nəyə aiddir? Media savadlılığına aiddir. Yəni, adi bizim sosial mediada verilən xəbərə tənqidi qiymətləndirməyimiz belə nəyə aid olmuş olacaq? Media savadlılığına aid olmuş olacaq. Və yaxud da hər hansı bir sosial şəbəkədə bir xəbər eşidirik, amma bilmirik bu xəbər doğrudur yoxsa yanlışdır. Bax, bunu araşdırırıq ki, bu xəbərin etibarlılığını müəyyənləşdirək. Bax, bu da nəyə aid olacaq? Media savadlılığına aid olacaq. Və texnoloji savadlılıq müasir texnologiyalardan, alətlərdən, proqram təminatından, gündəlik və peşəkar həyatda səmərəli istifadə etmək bacarığıdır. Dövr texnologiya dövrüdür. Rəqəmsal dövrdür və təbii ki, bizim müasir dövrdə tələb olunan o texnologiyaları bilməyimiz, məsələn, ağıllı lövhə olsun, planşet olsun, smart olsun, yəni bütün bunların hər birisini, yəni məsələn, smart televizorlar var, yəni bütün bu texnologiya, kompüter, bunlar haqqında bilməyimiz, bunları istifadə edə bilməyimiz, düzgün şəkildə istifadə edə bilməyimiz, məqsədyönlü fayda verəcək şəkildə istifadə edə bilməyimiz texnoloji savadlılığa aid olacaq. Növbəti bacarıqlar isə həyati bacarıqlardır. Ümumiyyətlə həyati bacarıqlar fərdin şəxsi keyfiyyətlərini, sosial mühitdə davranışını əhatə edir. Bu bacarıqlar karyerada irəliləmək və şəxsi həyatda balans yaratmaq üçün lazım olan əsas bacarıqlardır. Həyati bacarıqlar. Həyati bacarıqlardan çeviklik nədir? Çeviklik odur ki, operativ, düzgün qərar verə bilməkdir. Müəyyən bir planlaşdırdığımız işi hər hansı bir problem çıxdığımız zaman həmin işi şəraitə, vaxta uyğun şəkildə, səmərəli şəkildə dəyişə biliriksə, bu çevikliyə aiddir. Ümumiyyətlə bir müəllim olaraq da müəllimin çeviklik bacarığının olması vacib şərtdir. Niyə? Məsələn, biz gündəlik bir planlaşma aparırıq, amma ola bilər ki, hansısa bir problem yaşayaq və həmin an bizim alternativ çıxış yolumuz olmalıdır ki, həmin baş verən şəraitdə, vaxta uyğun şəkildə mən planımı dəyişiklik eləyə bilim, bir B planı ortaya qoya bilim. Bax, bunun üçün də bizə nə lazımdır? Çeviklik lazımdır. Növbəti liderlikdir. Liderlik nədir? Lider olmaq, komandanı məqsədə çatdırmaq, motivasiya etmək, irəli aparmaq, onlara istiqamət vermək bacarığıdır. Ümumiyyətlə, liderlik insanın o deyir canında, ruhunda olmalıdır. Yəni idarəçilik bacarığının olması deməkdir. Məsələn, mən bu komandaya lider seçilmişəmsə, demək bu komandanı mən məqsədə çatdırmalıyam. Demək, bu komandada baş verən hər hansı bir problemi mən düzgün şəkildə həll edə bilməliyəm. Onları, komanda üzvlərini motivasiya etməliyəm, onlara istiqamət verməliyəm, yolu göstərməliyəm, həvəsləndirməliyəm. Yəni, bax, bunların hər birisi üçün mənim düzgün idarəçilik, liderlik bacarığımın olması vacib şərtdir. Bu nəyə aid olacaq? Liderliyə. Təşəbbüskarlıq. Təşəbbüskarlıq odur ki,
Fəaliyyətin daha səmərəli qurulması üçün layihə, plan, strategiya təklif etmək, yeni fikirlər irəli sürmək. Yəni bizim müəyyən bir iş barəsində, fərqi yoxdur, hər hansı bir iş sahəsində, müəyyən bir təklif, plan, strategiya irəli sürməyimiz, bir işə təşəbbüs etməyimiz təşəbbüskarlığa aiddir. Tutaq ki, mən, heyvanlara, sığınacaqla bağlı bir təklifim var, bir planım, bir strategiyam var. Bununla bağlı lazımi qurumlara öz layihəmi təqdim edirəm, təklif edirəm. Onlar da bunu dəyərləndirirlər. Yəni bir işə mən təşəbbüs etmiş oluram ki, bu nədir? Təşəbbüskarlıq. Və produktivlik. Produktivlik isə özündə məhsuldarlıq deməkdir. Produktiv olmaq deməkdir. Məhsuldarlıq dediyimiz zaman isə bizim informasiya bolluğu şəraitində vaxtın düzgün idarə edilməsi və səmərəli, nəticəyönümlü çalışmaq deməkdir. Bu bizim həyatımızda daha çox lazım olan bacarıqdır. Məsələn, bir xanım olaraq bizim həm problemlərimiz, yəni ailə qayğılarımız daha çoxdur, düzdür? Məsələn, işləyən bir xanımdırsa, onun iş həyatı, uşaqlar, ev, ailə, yəni çoxdur, problem çoxdur, düzdür? Bax, bu bolluqda bizim vaxtımızı səmərəli, məhsuldar istifadə edə bilməyimiz deməkdir ki, biz sonda nəticə əldə eləyə bilək və vaxtımızı düzgün idarə edə bilməyimiz, səmərəli çalışmağımız produktivliyə aiddir. Bu bizim iş həyatımızda da ola bilər, ailə qayğılarımızda da ola bilər. Yəni biz çalışmalıyıq ki, məhsuldar şəkildə işimizi planlı şəkildə yerinə yetirək və sonda da səmərəli nəticə əldə edə bilək. Və sosiallıq. Sosiallıq dediyimiz zaman ortaq mənafe, maraqlar çərçivəsində qarşılıqlı əməkdaşlığın qurulması üçün sosiallaşmaq bacarığıdır. Ümumiyyətlə sosiallaşmaq bu dövr üçün daha çox vacibdir. Yəni qaynayıb qarışa bilmək qabiliyyəti, insanlarla uyğunlaşa bilmək, çevrəmizin genişlənməsi. Bunun üçün bizə sosial bacarıqlarımızın olması vacibdir. Həmçinin sosiallıq odur ki, ortaq mənafe, ortaq məqsəd üçün əməkdaşlıq, qarşılıqlı əməkdaşlıq edirəm. Tutaq ki, bir işdə, layihə işində məqsəd nədir? Hər birimizin məqsədi odur ki, bu layihəmizin uğurla başa çatdıraq. Düzdür? Bunun üçün də biz nə edirik? Qarşılıqlı əməkdaşlıq edirik ki, bu cür sosial layihələrdə ortaq məqsəd üçün qarşılıqlı əməkdaşlığın edilməsi sosiallığa aiddir. Yəni sosial bacarıqlar bizim sosial həyatda özümüzə yer tuta bilməyimiz üçün lazım olan bacarıqlardandır. Bunlar isə həyati bacarığa aiddir müəllimlər. Biz 21-ci əsr bacarıqları haqqında danışdıq. Onların kateqoriyaları haqqında da danışdıq. İndi belə bir şey var 21-ci əsr bacarıqlarda. Yumşaq bacarıqlar var. Biz buna soft skills də deyirik və sərt bacarıqlar var ki, buna da biz hard skills deyirik. Bizə lazımdır yumşaq bacarıqlar. Bax biz 21-ci əsr bacarıqlarında daha çox öyrənmə bacarıqlarını, 4K bacarıqlarını ön plana qoyduq. Dedik digər bacarıqların inkişafı üçün bu bacarığın inkişafı daha vacibdir. Və bu bacarıqlar yumşaq bacarıqlar da deyilir. Yəni əsasən insanlarla, idarə etməklə və şəxsi keyfiyyətlərlə əlaqədar olan bacarıqlardır yumşaq bacarıqlar və 21-ci bacarıqların əksəriyyəti elə yumşaq bacarıqlarına aiddir. Ünsiyyət bacarığıdır, komanda işidir, tənqidi düşünmə, liderlik, vaxtın idarə edilməsi, yaradıcılıq, kommunikasiya, kooperasiya, yəni bunların hər birisi yumşaq bacarıqlara aid olan bacarıqlardır. Bir də var hard skills, yəni sərt bacarıqlar. Bunlar adətən təlim, təcrübə yolu ilə qazanılan texniki, ixtisaslaşmış bacarıqlardır. Yalnız bir sahədə və ya müəssisədə tələb olunan spesifik biliklərin olması, spesifik bacarıqların olması deməkdir. Məsələn, proqramlaşdırma dilləri, xarici dil bilikləri, maliyyə analizi və yaxud da müəssisəyə spesifik texnoloji biliklərin lazım olması, yəni bütün bunların hər birisi sərt bacarıqlara aiddir. Yəni məsələn, mənim ixtisasım coğrafiyadırsa, coğrafiya ilə bağlı ixtisaslaşmağım, bunun üçün lazım olan o biliklərim, bacarıqlarım hard skills-ə aiddir, yəni sərt bacarıqlara aiddir. Məsələn, sərt bacarıqlara bizə
konkret, peşə, ixtisasla əlaqəli olur, amma yumşaq bacarıqlar daha ümumidir, daha universaldır. Məsələn, yumşaq bacarıqlar bizdən, anadan gəlmə olur və təcrübə yolu ilə artır, daha da təkmilləşir. Amma, sərt bacarıqlar biz təhsil aldığımız zaman, bir işdə təcrübə əldə etdiyimiz zaman formalaşan bacarıqlardır. Yəni, belə deyək də, yumşaq və sərt bacarıqları müqayisə etdiyimiz zaman bu nəticəyə çıxırıq. Yəni sərt bacarıqlar daha ixtisaslaşmış bacarıqlardır. Yumşaq bacarıqlar isə əsasən bizim şəxsi keyfiyyətlərimiz, və, belə deyək də, ünsiyyət, kreativlik, tənqidi düşüncə kimi bacarıqlarımızın olması nəzərdə tutulur. Yəni bax bu bacarıqların fərqi budur. 21-ci əsr bacarıqları da bizdən, yumşaq bacarıqlar, əhatə etmiş olur, və daha nə deyə bilərik, yumşaq və sərt bacarıqlarla bağlı? Ümumiyyətlə isə, bilirsiniz necədir, peşəkar həyatda uğur qazana bilməyimiz üçün hər ikisi çox vacib olan bacarıqlardır. Amma həm yumşaq, həm sərt bacarıqları balanslı şəkildə inkişafı daha əhəmiyyətlidir. Yəni yaxşı, sərt bacarıqlara sahib olmaq, bizi işə götürür. Lakin güclü yumşaq bacarıqlarımızın olması isə karyeramızda irəliləyimizə və uğurlu olmağımıza kömək edir. Yəni daha çox yumşaq bacarıqlar insanlarla, idarə etməklə, şəxsi keyfiyyətlərlə bağlıdır. Sərt bacarıqlar isə daha, ixtisaslaşmış sahələr üzrə, formalaşan bacarıqlar nəzərdə tutulur. Bu yumşaq bacarıqlar və sərt bacarıqlar olaraq ayrıldı. Yenə də qeyd edirəm, 21-ci əsr bacarıqları, xüsusilə də 4K öyrənmə bacarıqları yumşaq bacarıqlara aiddir. Və gəldik əsas məsələlərdən biri kompetensiya mövzusuna. Ümumiyyətlə kompetensiya nə deməkdir? Kompetensiya, bilik, bacarıq, vərdiş, keyfiyyət və dəyərlərin kombinasiya olunmuş şəkildə istifadəsi deməkdir. Yəni bu beşlik bilik, bacarıq, vərdiş, keyfiyyət və dəyərlərin olması deməkdir. Yəni, bu bacarıqlar varsa, bizdə kompetensiya formalaşır. Kompetensiya səriştəli, kompetensiyalı insan deyirik, yəni səriştəli insan. Yəni bu insanda artıq bilik, bacarıq, vərdiş, dəyər, keyfiyyət hamısı formalaşıbdır. Biliyimiz varsa, biliyimiz formalaşıbsa hər hansı bir, sahə üzrə, bacarıq da ona əsasən formalaşır. Yəni, daha doğrusu bacarıq artıq bizim həmin o biliyimizi məqsədyönlü şəkildə həyata keçirməyimizə kömək eləyir. Vərdiş odur ki, həmin o bacarıqları dəfələrlə biz, təkrarlayırıq, vərdişə çeviririk. Dəyər odur ki, müəyyən qədər, əxlaq normalarını, dəyərlərimizin, dünyagörüşümüzün, məqsədimizin olması deməkdir. Keyfiyyət odur ki, yəni keyfiyyət artıq hər mənada, bütövlükdə nəzərdə tutulur. Mənəvi keyfiyyətlər olsun, digər keyfiyyətlərin formalaşması olsun. Bunlar hər birisi kompetensiyanı əhatə edir. Və, Avropa Şurasının 2006-cı ildə müəyyən etdiyi müəyyən kompetensiyalar var. Hansı kompetensiyalardır? 8 dənə kompetensiya müəyyənləşdirilmişdi. Savadlılıq, çox dil bilmək, riyazi, elmi, texnologiya, mühəndislik kompetensiyası, rəqəmsal savadlılıq, şəxsi sosial öyrənməyi öyrənmək, vətəndaşlıq, sahibkarlıq və mədəni məlumatlılıq kompetensiyaları, mövcuddur. İndi biz bu kompetensiyalarla bağlı ayrı-ayrılıqda, danışacağıq. İlk olaraq savadlılıq kompetensiyasından, bəhs edəcəyik. Nədir savadlılıq kompetensiyası? Savadlılıq kompetensiyası dediyimiz zaman burada zəngin lüğət ehtiyatının olması, dilin müxtəlif üslubları, dil və mədəniyyətin formalaşması, şifahi və yazılı şəkildə informasiyaların təqdim olunması, daha sonra natiqlik, dinləyici, oxucu bacarıqlarımızın olması, yəni bütün bunların hər birisi savadlılıq, kompetensiyasına aiddir. Yəni savadlılıq kompetensiyası ümumiyyətlə, bu bizim öz dilimizin lüğət tərkibinin zənginliyindən bəhs eləyir. Yəni bir insan olaraq, belə deyək də, məsələn bir şəxs olaraq mən, çoxlu söz bazam varsa, bu çoxlu söz bazasında yaranması üçün nə etməliyəm? Mən bədii, qeyri-bədii ədəbiyyatla oxumalıyam, çoxlu mütaliələr etməliyəm, çoxlu informasiyalar əldə etməliyəm ki, mənim savadlılığım, artsın, həmçinin söz bazam, söz lüğətim genişlənsin. Bax bunların hər birisi savadlılığa aiddir.
Daha sonra, belə deyə bilərik, məsələn, qrammatikanın bilinməsi, mənim gözəl, düzgün natiqlik bacarığımın, oxuculuq bacarığımın olması, bax bunların hər birisi savadlılıq kompetensiyasına aiddir əziz müəllimlər. Yəni savadlılıq bir növ mənim elə yenə də qeyd edirəm, dünya görüşümlə bağlıdır. Yəni nə qədər çox axtarsam, nə qədər çox oxusam, bəzən ətrafımızda olur da belə insanlar, o qədər çox mütaliə edir, o qədər çox axtarır, araşdırır, məlumatlar toplayır ki, onun baxırsan ki, danışanda natiqlik bacarığı var. Yəni bu insanın dayan, otur, dur, bax onun danışığına. O qədər gözəl, səlis danışır ki, insan istəyir ki, saatlarla həmin insana qulaq assın. Çünki artıq o qədər, dünya görüşü artıbdır, o qədər savadlıdır, o qədər özünü, formalaşdırıb, məlumatı, bazası, söz yığını o qədər çoxdur ki, bu insan danışdıqca biz ona qulaq asmaq istəyirik. Bu nədir? Savadlılıq, kompetensiyasına aiddir. İkinci çox dil bilmək kompetensiyasıdır. Çox dil bilmək kompetensiyası, nədir? Çox dil bilmək, kompetensiyası odur ki, burada da dil faktoru var, amma savadlılıqla çox dil bilməkdə odur ki, savadlılıqda bizim öz dilimizdə, ə, belə deyək də, söz lüğətimizin, söz, ehtiyatımızın çox olması deməkdir. Amma çox dil bilmək kompetensiyasında bizim müxtəlif dillərdə, söz qabiliyyətimizin, söz ehtiyatımızın olması nəzərdə tutulur. Yəni çox dil bilmək kompetensiyası odur ki, müxtəlif dillərdən, danışa bilmək, səmərəli istifadə etmək bacarığıdır. Bunun üçün bizə kifayət qədər lüğət ehtiyatı lazımdır. Məsələn, savadlılıqda dedik zəngin lüğət ehtiyatı, yəni söz bazamızın çox olması. Amma çox dil bilməkdə kifayət qədər lüğət ehtiyatımızın olması deməkdir. Bilirsiniz bu nə deməkdir? Yəni müəyyən qədər hər hansı bir dildə necə deyərlər, fikrimizi qarşı tərəfə çatdıra biləcək qədər söz bazamızın olması deməkdir. Məsələn, ingilis dilində, rus dilində müəyyən qədər mən qarşı tərəfə fikrimi çatdıra bilirəmsə, bunun üçün müəyyən qədər, kifayət qədər söz ehtiyatımın olması bəs edir. Həmçinin xarici dil üslublarının bilinməsi, xarici dildə nitqimin formalaşması, xarici dildə nitq növlərinin olması, xarici dillərdə şifahi yazılı şəkildə ünsiyyət qurmağım, həmin dili anlamağım, həmin dillə bağlı olan mətnlər oxumağım, tərtib etməyim. Məsələn, mən bu gün ingilis dilində bir mətn oxuya bilirəmsə və yaxud da oxuduğum mətni anlaya bilirəmsə, özüm bir fərqli dildə mətn tərtib edə bilirəmsə, bu çox dil bilməyə aiddir. Həmçinin, əgər çox dil bilməkdən bəhs eləyiriksə, yeni dil öyrənmək istəyimizin olması, həmçinin müxtəlif ölkələrin, başqalarının dillərinə qarşı, yəni onların, dilini, nitqini müəyyənləşdirməyimiz, onların dillərinə hörmətlə yanaşmağımız da çox dil bilmək kompetensiyasına aid olacaq. Yəni mən bu dili bilirəm, amma həmçinin həmin insanların, həmin ölkənin dilinə, hörmət etməyim, düzgün, istifadə etməyim çox dil bilmək kompetensiyası olur. Növbəti kompetensiyamız riyazi elmi və texnoloji, mühəndislik kompetensiyasıdır. Nədir, bu kompetensiya? Ümumiyyətlə, riyazi kompetensiya hər birisi ayrı-ayrı əhəmiyyəti var. Riyazi, elmi, texnoloji və mühəndislik. Riyazi kompetensiya bizim gündəlik həyatda rastlaşdığımız riyazi problemlərin həllində də kömək olur bizə. Məsələn, biz alış-verişə getdiyimiz zaman, dükana getdiyimiz, bazarlıq etdiyimiz zaman müəyyən qədər riyazi bacarığımız olmalıdır, düzdür? Aldıqlarımızı ən azından hesablaya bilməyimiz üçün, yəni məni, satıcı aldadır, aldatmır, ən azından bunun üçün müəyyən qədər riyazi bacarığım olmalıdır, düzdür? Bax bu riyazi bacarıqların olması, həmçinin, digər, cəhətdən riyazi biliklərimin, formalaşması, riyazi kompetensiyaya aiddir. Elmi kompetensiya odur ki, elmlə bağlıdır. Elmi ixtiralar olsun, elmi bilimin formalaşması olsun, yəni bax, elmi nəzəriyyələr olsun. Yəni bütün bunların hər birisi, elmi kompetensiyadır. Texnoloji kompetensiya dediyimiz zaman, təbii ki, texnologiya, yəni elm, riyaziyyat, texnika, texnologiyanın bir yerdə vəhdəti nəzərdə tutulur. Texnoloji, kompetensiya dediyimiz zaman müəyyən bir, mühəndisin, bir belə deyək də, bir şeyi dizayn etməsi, bax bunların hər birisi texnologiyaya aiddir.
və mühəndislik kompetensiyası ilə texnoloji və mühəndislik kompetensiyası bir fikri əhatə edir. Bunların hər birisi riyazi, elmi, texnoloji, mühəndislik kompetensiyasına aid olacaq. Daha sonra ümumiyyətlə bax, riyazi kompetensiyada, statistiklər var, diaqramlar, qrafiklərin qurulması var. Bax, bütün bunların hər birisi də riyazi elmi kompetensiyaya aiddir. Maliyyə savadlılığı ilə riyazi kompetensiyaya aiddir. Yəni, maliyyə müəyyən qədər bizim maliyyə savadlılığımız da olmalıdır. Bax, bunların hər birisi riyazi elmi kompetensiyaya aid olacaq. Daha sonra rəqəmsal savadlılıqdan bəhs edəm. Kompüter savadlılığı deməkdir. Yəni rəqəmsal savadlılıq dediyimiz zaman kompüter savadlılığımızın deməkdir. Rəqəmsal texnologiyalardan düzgün istifadə edə bilməyimizdir. Kompüter proqramlarını bilməyimiz, kompüterdən düzgün istifadə edə bilməyimiz, həmçinin kiber təhlükəsizliyi olsun, sonra virtual platformalar, virtual oyunların qurulması olsun. Bax, bütün bunların hər birisi rəqəmsala aiddir. Həmçinin rəqəmsal, savadlılıqda rəqəmsal texnologiyadan əldə etdiyimiz informasiyanın etibarlılığının yoxlanılması var. Yəni, kompüter vasitəsilə, internet vasitəsilə əldə etdiyimiz informasiyanın etibarlılığını müəyyənləşdirməyimiz, bütün bunların hər birisi rəqəmsala aiddir. Həmçinin, məsələn üçün sosial, virtual platformalar, virtual oyunlar olsun. Məsələn, virtual platformalardan etik qaydada, təhlükəsiz şəkildə istifadə etməyimiz rəqəmsala aiddir. Yenə də deyirəm, kiber təhlükəsizlik olsun, rəqəmsal texnologiyalar olsun, yəni robot texnika olsun. Bax, bunların hər birisini biz rəqəmsal savadlılığa aid edəcəyik, rəqəmsal savadlılıq götürəcəyik. Daha sonra şəxsi sosial öyrənmək kompetensiyası. Bu bir növ metakognitivlikdir. Yəni özümüz haqqında məlumatlı olmağımız, özümüzü tanımağımız, və bura başqa nələr aiddir şəxsi sosial öyrənməyə? Şəxsi sosial öyrənmədə biz məsələn öz öyrənməyimizi, öz karyeramızı planlaşdıra biliriksə, öz emosiyalarımızı idarə etməyi bacarırıqsa, hər hansı bir çətinliklə qarşılaşdığımız zaman buna çıxış yolu tapmağı bacarırıqsa, öz vaxtımızı düzgün idarə etməyi bacarırıqsa, insanlarla düzgün ünsiyyət qurmağı bacarırıqsa, sağlam həyat tərzi, sağlam düşüncə formalaşdırırıqsa, məsələn, mən özüm üçün bir sağlam həyat tərzi planı qururamsa, müəyyən bir, gördüyüm işdə özümün bir planımın, strategiyamın olması, bunların hər birisi şəxsi sosial öyrənmək bacarığına, kompetensiyasına aiddir. Yəni öz bacarıqlarımı burada müəyyənləşdirirəm, özümü tanıyıram, məqsəd qoyuram, plan qururam, strategiyam olur. Düzdürmü? Bax, bunların hər birisi nəyə aid olacaq? Şəxsi sosiala aid olacaq. Məsələn, bir karyera planımın aparmağımdır, da hər hansı bir işdə, özümü, emosiyalarımı ələ ala bilməyimdir, özümdə daxili motivasiya yarada bilməyimdir. Bunların hər birisi şəxsi sosial öyrənmək kompetensiyası olacaq. Bunu yenə də deyirəm, bir metakognitivlik də deyə bilərik. Yəni özümüz haqqında, bacarıqlarımızın formalaşması deməkdir. Növbəti fəal vətəndaşlıq mövqeyidir. Fəal vətəndaşlıq mövqeyi nədir? Təbii ki, məsuliyyətli vətəndaş kimi davranmaq bacarığıdır. Yəni mən Azərbaycan Respublikasının vətəndaşıyamsa, bu məsuliyyətimi dərk etməliyəm, məsuliyyətli vətəndaş kimi davranmalıyam. Yəni bunu mən harda göstərə bilərəm? Müxtəlif yerlərdə. İstər bunu dövlətin müəyyən bir idman sahəsində ola bilər, siyasi sahədə ola bilər, iqtisadi sahədə ola bilər. Müxtəlif sahələrdə vətəndaşlıq borcumun yerinə yetirilməsidir. Məsələn, deyir ki, şəxslərin, qrupların, təşkilatların, cəmiyyətin, iqtisadiyyatın, mədəniyyətin əsas anlayışları haqqında məlumatlı olmağımız deməkdir. İnsanlara hörmət nümayiş etdirməyimizdir. Vətəndaş olaraq öz borcumuzu bilməyimizdir. Kütləvi informasiya vasitələrində
məsələn, cəmiyyətin rolu üçün aktiv fəaliyyət göstərməyimiz deməkdir. Tolerantlıq, həmçinin burada var, gender bərabərliyinin gözlənilməsi var, sosial ədalətlilik fəal vətəndaşlıqdadır. Yəni fəal vətəndaşlıq dediyimiz zaman, bütün bunlar, aid etmək olar, bunları göstərmək ola bilər. Bunlar bizim vətəndaşlıq kimi öz borcumuzun, tolerantlığımızın göstərilməsi deməkdir. Cəmiyyətə, vətənə, fayda verə biləcək işlərlə məşğul olmağımız deməkdir. Yəni bunların hər birisi fəal vətəndaşlığı əhatə edir. Növbəti 7-ci kompetensiyamız sahibkarlıq kompetensiyasıdır. Aha, sahibkarlıq dediyimiz zaman, yəni adından da məlum olduğu kimi, müəyyən bir iş sahəsində, sahibkarlıq, yəni müəyyən bir ideyalarımın ortaya qoyulması deməkdir. Məsələn, bir iş sahəsində bir layihə hazırlayıram, o layihəmi, o ideyamı reallaşdırmağa çalışıram. Hər hansı bir işdə bir yatırım qoyuram ora, bir maliyyə qoyuram ora və, bir işə təşəbbüs etmiş oluram. Bunun üçün də, bizə sahibkarlıqda risk olmalıdır. Ümumiyyətlə bir iş görürəmsə, məsələn, yeni bir iş yaradıram. Tutaq ki, mən bir biznes qururam özümə, bir biznes ideyam var. Bu biznes ideyamı ortaya qoyanda mən müəyyən qədər risklər gözə almalıyam. Məsələn, bunun, maliyyə cəhəti var. Ola bilsin ki, pul yatırıram, mən, həmin iflas da ola bilərəm, yəni itirə də bilərəm o pullarımı və yaxud da uğur da əldə edə bilərəm. Amma bunun üçün müəyyən qədər risk ortaya qoyuram, düzdürmü? Bax, bu risk etməyim, müəyyən bir işə təşəbbüs etməyim, biznes layihələrinin, biznes ideyalarının, ortaya qoyulması, bax bunların hər birisi, hətta strateji düşünmə belə sahibkarlıq kompetensiyasına aid olacaq. Yaxşı müəllimlər. Deməli, sahibkarlıqda əsas nəyə diqqət yetiririk? Risk etmək, təşəbbüs etmək, biznes ideyalarının reallaşdırılması, iqtisadi layihələr olsun, bunların hər birisi maliyyə savadlılığı, strateji düşüncə, təşəbbüskarlıq, proaktivlik, bunların hər birisi sahibkarlıq kompetensiyasına aid olacaq. Sahibkarlıq kompetensiyasında empatiya da olmalıdır. Məsələn, mən bir sahibkaramsa, məndə empatiya formalaşmalıdır. Niyə empatiya olmalıdır? Çünki mən bir komanda yönəltmiş olacam. Mən bir, sahibkaramsa, mənim bir, işçi qrupum olacaq və mən empatiya qurmağı bacarmalıyam. Yəni onları, o komanda üzvlərini başa düşməliyəm, anlamalıyam. Onların da istəkləri, fikirləri, düşüncələri, bax onların yerinə özümü qoymağı bacarmalıyam. Bunun üçün də məndə empatiya hissi olmalıdır. Başqalarını motivasiya etməyə bacarmalıyam. Mən bir sahibkaramsa, bir biznes ideyam varsa, digər komanda üzvlərini də nə etməliyəm? Motivasiya etməyə bacarmalıyam. Deməli, müəllimlər, daxili motivasiya varsa, bu şəxsi sosial öyrənmək bacarığındadır. Amma başqalarına motivasiya deyiriksə, bu sahibkarlıqdadır. Empatiya isə həm şəxsi sosialda var empatiya, həm də sahibkarlıqda var empatiya. Yəni hər ikisində də empatiya hissinin formalaşması var. Bir də ortaq olan bir şey də var ki, maliyyə savadlılığıdır. Riyazi kompetensiyada da maliyyə savadlılığı olmalıdır. Gündəlik ən azından xərclərimi hesablaya bilmək üçün. Həmçinin sahibkarlıqda da maliyyə savadlılığı olmalıdır. Çünki bir biznes ideyan varsa, müəyyən qədər pul da, yenə burada maliyyədən söhbət, müəyyən qədər maliyyə ayırıram, pul ayırıram bu işi yerinə yetirə bilmək üçün. Bunun üçün yenə də mənim maliyyə savadlılığım olmalıdır. Bunlar isə sahibkarlığa aiddir və 8-ci kompetensiya 8-ci kompetensiya olacaq mədəni məlumatlılıq və özünü ifadə etmə kompetensiyası. Nədir bu? Başqalarının mədəniyyətinə hörmətlə yanaşmaq, öz mədəniyyətimə aid olan fikirlərini başqa mədəniyyətlərə çatdırmaq, başqa xalqların, ölkələrin adət-ənənələrinə hörmət nümayiş etdirmək, həmçinin onların da mənim adət-ənənələrimə hörmət yanaşmasını tələb etmək, müxtəlif mədəniyyətlərə açıq olmaq deməkdir. Baxın, tolerantlıq burada da var, tolerantlıq nümayiş etdirməkdir. Məsəl üçün, tutaq ki, Hindistan, Çin, Yaponiya, bunların fərqli adət, fərqli mədəniyyətləri var. Bəlkə də bəziləri, bəlkə də yox, elə çox mədəniyyətlər var ki, məsələn, bizim mədəniyyətimizə ziddir. Amma bunu mən
bu cür qəbul etməməliyəm. Daha açıq düşüncəli olmalıyam və onların da mədəniyyətinə, adət-ənənələrinə hörmət nümayiş göstərməliyəm. Məsələn, onların öz geyim üslubları ola bilər, onlara məxsus olan, geyimləri ola bilər. Yəni buna hörmət nümayiş etdirməliyəm. Məsələn, hindlilərin öz geyimləri var, çinlilərə məxsus olan öz geyimləri var, yemək mədəniyyətləri var ki, onların o yemək mədəniyyətinə hörmət nümayiş etdirməliyəm. Yəni açıq düşüncəli olmalıyam. Bu mədəniyyət barəsində danışırıqsa, yəni dünya xalqlarının mədəniyyətinə açıqlıq göstərməliyəm. Yəni yeni təcrübələr qazanmalıyam bununla mən. Yeni mədəniyyətlər öyrənə bilərəm bununla, düzdürmü? Yəni bir sözlə xalqların mədəniyyətinə hörmət nümayiş göstərməliyəm. Fərqli mədəniyyətlərə açıq olmalıyam, açıq düşüncəli olmalıyam. Öz mədəniyyətimi də düzgün şəkildə ifadə etməyi bacarmalıyam. Bu isə mədəni məlumatlılığa aid olacaq. Bütün bunlar haqqında danışdıq. Bunlar kompetensiya idi. 8 dənə kompetensiyamız oldu və 21-ci əsr bacarıqlarından da bəhs elədik. Ümumiyyətlə, istər kompetensiyalar, istərsə də bacarıqlar, bizim dövrün tələbidir və şagirdlərin də inkişafında, vacib rol oynayır. Bugünkü mövzumuz bu qədər. Növbəti mövzuda görüşərik. Hələlik.